Hə? Ayın neçəsi? Biz bu tapşırıq vermişik ayın 23-ü, 22-sinə baxmırıq. Keçirik buranı, ev yoxlanılması, buranı da keçirik, çay hazırlamaq, keçirik, cəmiyyət olması yaşınızı daxil edin. Hə, buradan başlayır. Hünər kim idi? Müəllim mənəm Tunar. Tunar. Okey, Tunar. Zəhmət olmasa yaşınızı daxil edin. İstifadəçi nəticə adlı iki dənə dəyişən yaratmışıq. İstifadəçinin daxil etdiyi yazıda hərf varmı? Aha. True-sa zəhmət olmasa düzgün yaş daxil edin. False-sa istifadəçinin yaşında boşluq və ya hər hansı bir simvol varmı? Aha, ikinci yoxlamaya keçirik. True-sa zəhmət olmasa yaşınızı düzgün daxil edin. False-dusa istifadəçinin yazdığı rəqəm 18-dən aşağıdırmı? Yaşınız buraya yetərli deyil. Sesiyada iştirak istədiyiniz qəbul oldu. Bu birinci task idi. Bəs ikinci task idi, yox. Fərq var ki. Misala daxil edin. Toplanan cəm. Toplanan 1, toplanan 2, cəm. Toplanan 1 və toplanan 2 hər hansı bir hərf varmı? True, false toplanan simvol və ya boşluq varmı? Əla, yalnız ədəd daxil edin. Nəticə toplanan 1. Cavab nəticədir. Yaxşı, yaxşı yazmısan, Tunar. Amma burada cəmi niyə yazmısan? Amma istifadə eləməmsən. Bu nəticənin yerinə cəm bərabərdir. Müəllim task 1 ilə task 2-ni qarşılamışam. Orada nəticənin yerinə cəm yazmaq yerinə nəticə qalıb orada. Hə, bildin amma. Bəli. Hə, bu belə eləməyinə də ehtiyac yoxdur. Cəm bərabərdir. Toplanan 1 üzərinə gəlinsin. Toplanan 2. Ya burada mənim başa düşmədiyim bir məqam da var. Okey, sözlə yazmısan bir problem yoxdur. Amma riyaziyyatda necə eləyirik? Elə də eləyə bilərdin. Yəni topla deməyinə ehtiyac yoxdur. Onu demək istəyirəm. Düzəltməyə ehtiyac var yoxsa? Yox, ehtiyac yoxdur. Sadəcə onu demək istəyirəm ki, elə də yaza bilərik. Yəni ehtiyac yoxdur hamısını cümlə ilə yazmağa. Yaxşı. Okey. 2 ədədin toplanması. Birinci ədəd, ikinci ədəd. Okey. Burada bir dənə bizim dediyimiz və əməl olunmayan bir məqam var. Kim deyər? Kim deyər? Toplanan 1 plus toplanan 2. Yox, toplananı keçdik də, balam, bax buradayıq biz. Bax, mən bura baxıram. Ben baştan birinci yazmayayım. Birinci o var, amma imenli buradan gedir söhbət. Bir dənə bizim bu səhvdir dediyimiz bir şey var. İlham. Ay İlham, səncə biz nəyə səhvdir deyirik burada? Hansı ki bunu keçən... Bəlkə birinci ədəd deyil. Yox. Söhbət dəyişən adlandırmasından gedir. Müəllim, orada birinci ədəd yazıb, amma istifadəçidən 2 rəqəm alırıq yazıb. Yox, mən hələ bura gəlməmişəm bu arada. Heç bura baxmıram. Buranın düzgünlüyün, səhvliyini demirik. Söhbət buradan gedir, uşaqlar. Müəllim, mən deyim. De. Müəllim, boşluq olmayacaq, alt tirə ilə sadəcə olur. Bəli. Biz demişdik ki, uşaqlar, yox, alt tirə ilə ancaq ifadəsi doğru deyil bu arada. Amma ki, dəyişən yaradarkən, mən keçən dərsdə demişdim, indi də deyirəm, nə qədər bu səhvi görəcəm, hər dəfə də deyəcəm ki, qulağınıza sırğı olsun bu. Biz dəyişən adı yazarkən, heç vaxt boşluq qoymuruq. Bu nədir? Yanlışdır. Bu bir. Burada ikinci yanlış. Hələ misalı düzgünlüyün, səhvliyini keçməmişik. İkinci bir yanlışımız burada var ki, biz burada kiçik hərflə birinci ədəd yazmışıq. Sonra növbəti sətirdə böyük hərflə ikinci və ya birinci sözün yazmışıq. Biz demişdik ki, proqramlaşdırmada böyük hərflə kiçik hərfin fərqi var. Çox Var müəllim.
Bir nəfər xeyir dedi. Var. Var mənim. Müəllim mən çox dedim. Ha, okey. ASCII cədvəlini bir yadınızdadır. Bəli. Bu da cədvəli Bəli, bəli. bezməyəcək. Rəqəmləri fərqli Hər böyükdən dəfəsini, kiçik. bəli, hər dəfəsini göstərəcəm. Böyük A hərfinin heksadesimal kodu 65-dir. Kiçik A hərfinin heksadesimal kodu 97-dir. Bu o deməkdir ki, bu hərflə bu hərf nə olsun ki, eynidir. A hərfi eynidir, amma ki, kompüter bunu eyni hərf kimi qəbul edə bilməz. Çünki bu bir böyük A-dır, bu kiçik A-dır. Ona görə bu iki hərf əslində fərqlidir. Söhbət gedir kompüterlərdən. Ona görə biz bu nədir? Biz danışırıqsa dəyişənlərdən birinci ədəd bu yanlışdır. Sonra birinci ədəd yanlışdır, boşluq var. Düzgün variant necə olardı sizcə? Müəllim bir bu balaca, hamısı balaca ilə birinci C altdan xətt ədəd. Müxtəlif üsullarımız var. Məsəl üçün snake case. Snake case-də necə yazardıq bunu? Bütün hərfləri kiçik. Məsələn, birinci sözlər bir-biri ilə altdan xəttlə əlaqəli ədəd. Bu düzgün variantdır. İkinci variantımız camel case. Birinci amma şey xəttlə, ortadan xəttlə. Birinci ədəd. Camel case-də birinci sözün ilk hərfi kiçiklə, sonraki sözlərin baş hərfləri böyüklə. Pascal case. Pascal case-də necə idi? Kim deyər? İlk hərflər böyük, birinci ədəd. Amma fikir verdiniz, hətta bizdən də şey var idi, dediniz, təəccüblənmişsiniz, müəllim, kebab case nədir? Burada necə idi? Bir də bu böyükdü. Xeyr, kebab deyəndə ağlınıza o kebabı nəyə taxırlar o ətləri? Arada Hamısı kiçik. Şiş, bəli, şişi yadınıza salın, gördünüz? Hamısı mən onu kiçik. dedim, ortadan xətt müəllim, mən onu dedim. Bəli, eşitdim, ortadan xətt. Düzgün adlandırma belə var. Amma fikir verin, heç bir halda sözlər bir-birindən ayrılmır. Boğazım vurur. Başa düşdük? Okey. Söhbət burada ilhamdan getmir. Hamıya aiddir. Bu səhv tək ilham eləmir. Bir nəfər eləyirsə, deməli bu mövzunu, mən danışdığım şeyi ya qulaq asmamışıq, ya da mənimsəməmişik. Bu iki dənə variant var. Mənimsəməmişiksə, mənimsəyəcəyik. Başla dedik. Başlanı niyə burada dedik? Hə, proqram burada başlayır İlham. İlham eşidir bizi vəbşim. Bəli. Okey, cavab verməyə İlham, danışan. Bax, indi, başla niyə bura yazmısan? Proqram burada başlayır. Bəli. Bunlar nədir bəs onda? Dəyişən. Dəyişən yaratmısansa, proqram burada başlayır da. Okey. Çox önəmlidirmi desən, önəmlidir əslində. Çünki dəyişəni yaratmısansa, dəyişən yarananda da proqramın içində yaranıraq. Çöldə niyə yaransın? İstifadədən 2 rəqəm alırıq. Birinci ədəd rəqəmdirmi? True'dursa ikinci ədəd rəqəmdirmi? True'dursa birinci ədəd və ikinci ədəd toplayın və cavabı output'a yazın. Bunu sən eləməliydin də, düzdürmü? Zəhmət olmasa rəqəm. Okey. Nəticə itibarilə ümumi tema düzdür. Amma burada bir dənə cəm dəyişən də yaratsaydın, sonda cəmi ekranda göstərsəydin, məsəl üçün. Okey, daha yaxşı olardı. İstifadəsinin yaşı alıb sessiyalarda iştirak edib eləməyəcəyini öyrənmək. Yaş başla, istifadəsinin yaşını alın.
Yaş rəqəmdirmi? Yaş 18-dən böyükdürmü? True-sa siz seçsə iştirak edə bilərsiniz. False edə bilməzsiniz. Burun false-un zəhmət olmasa yalnız rəqəm yazın. Stil olaraq çox qəşəngdir bu arada. Çünki bu turudursa, bura girəcək demisən. Bir dənə başla yazmısan, son yazmamısan. Okey. Kiçik bir şeylər var. Okey. Biz fiqurlarla keçəndə daha dəqiq yazmağa öyrənəcəyik. Burada çünki tam olaraq bir düzgün bir struktur yoxdur. Elxan, başlanğıc. 1/3 sərt hesablamada rəqəmlər olmalıdır. Hesab. Bunu başa düşmədim mən. Orada birinci yazdım. Özüm de çalışmam. İkincisi düzgün yazmışım. Bunu başa düşməyibsən, Elxan. Ben orada nedense tapa bilmedim ne yazdım. Türk olsa. Amma biz oxuduqlarımızdan başa düşdün nə etməliydin, yoxsa 2 dənə ədəd Evet, alacağıq. başa düşmüşüm. Ne açtım ama Türk olsa ne yazdığını tapa bilmedim. True false-a nə yazacağımı deyəndə ki, sizin alqoritmada şərt ola da bilər, olmaya da bilər. Məcbur deyil, şərt olsun. O true false nə zaman ki şərt var, ondan götür söhbət. Okey, biz məsələn bu günləri aydınlaşdırarıq, narahat olmayın. Fiqurları mən sizə göstərərəm. Task 2, başlanğıc, istifadəçi adına zəhmət olmasa qeyd etsin. Yox, başa düşməmişik. Nihat. Eyni şey yazmışsınız. İlhamla eyni şey yazmışsan demək olar. Sözləri yerini dəyişmişsən. Amma simvol falan da nəzər almışsan. O cəhətdən fərqlidir. Dəyişən adı rəqəmlə başlaya bilməz. Onu deyim. Aha. Dırnaqda, sözü dırnaqda yazmağın əla. O bir çünki print verirsən, əla. Son yoxdur burada, все. Ali, başla, birinci ədəd daxil et, 2, ikinci. Bu hansı Alidir? Müəllim, mənəm. Okay. Deməli, məsələ nədir? Bizim bunu verməyimizə ehtiyac yoxdur. Ali. Mən onu bilirdim. Sadəcə elə belə yəni qabağına qoydum ki, ən azından bilinsin rəqəmlər. Ehtiyac yoxdur. Biz Ehtiyac hamımız olsa. proqramistlik bilirik. Sən belə eləməklə bu proqramı statik elədin artıq. Amma o səhv gedir onda. Səhv gedir. Biz bura rəqəm yaza bilməyəcəyik artıq. Başa düşdün yəni. Çünki orada nəticədə də rəqəm alınırdı deyə biraz araşdırıb baxanda yəni toplanıb cəm bir rəqəm almaq lazımdır, onu öyrəndim. Ona görə yazdım. Bəli. Burada məsələn yaxşı olardı ki, cəm fərqi yoxdur. Nəsə bir üçüncü bir dəyişən yaradardın. Burada bu bir, ikinci məsələ nədir? Burada bir dəyişən görmürəm mən. Dəyişən mən nəticə kimi Dəyişən görmürəm. Dəyişən yaratmamışıq. Məsəl üçün birinci ədəd deyə məsələn atıram da. Bir dəyişən yaratmamışıq. Prosta yazmışıq birinci ədəd daxil et. Yaxşı, tutaq ki, mən birinci ədəd daxil edim. Sən onu harada saxlayasın? O yoxdur məsələn. onu yazmamışam. Ona görə yanlış gedir. Okey. Əcə daxil edin. Yaşı ədədə çevir. Əcə. Sonra çevirsin. Daxil edin. Okey. Biz fiqurları görməmişik, düzdürmü? Fiqurlarla necə yaza bilərik? Okey. Uşaqlar, gəlin.
Biz fiqurlara keçək. Fiqurlarla biz necə yaza bilərik? Bunun üçün müxtəlif platformalar var. Biz Diagrams platformasından istifadə edəcəyik. Məsəl üçün, bu belə. Diagramsda da bax, app.diagrams.net-ə girə bilərsiniz. Sizdə girəndə soruşa bilər ki, mən bunu, indi siz bir dənə girməyə cəhd edin bura, Diagrams.net-ə. Desək ki, biz bunu yazandan sonra hara save eləyək, onu decide later deyə bilərsiniz. Okey. İndiyə kimi görmüsünüz fiqurlara necə algoritm yazılır? Məktəbdə falan görmüsünüz, bəlkə görmüsünüz, onu deyirəm. Bəli. Okey. Bəli. Bizim Bəli. burada, bəli, əla. Bizim qarşımıza burada bir neçə fiqurlar var, hansı ki, çox istifadə edəcəyimiz. Məsəl üçün, belə bir oval bir işarəmiz var. Bəli, deyənlər bu işarə harada istifadə edirik? Mən başla və sonda olacaq. Mən başlanğıcda və sonda. Bəli. Biz bura bir dənə tekst əlavə eləmək istəyirik. Text. Mənim app.diagram.time'dır. Yox, bax, oxuya bilsən buranı. Net. Start və ya end. Bəli. Start və ya enddə biz bunları istifadə edə bilirik. Bir dəqiqə bunu qaldıraq. Okey. Bu start və end işarəsidir, uşaqlar. Okey. Daha sonra biz hansı məlum məsələ bu başlanğıc və sonda istifadə edəcəyik. Hansı ki biz buraya yazırdıq, başla və son. Eyni məntiqdə. Daha sonra bizim burada paralelogramımız var. Bu nə idi? Bilənlər. Daxil etmək, bir dəyişəni daxil eləyirsən, göstərirsən. Input və ya bu slash qoyuram ha burada. Output. Okey, bunu da qaldıraq. Input, output bilirik nədir? Hə, uşaqlar? Input nədir? Bilməyənlər üçün. Aha, Mənim giriş çıxış deyil, input, output. Bəli. Baxın, uşaqlar. Enter your first name. Mən bu hissəni başa salanda demişdim, məsəl üçün. Biz bura yazırıq ki, məsəl üçün, Əli. Mən bu inputda, fikir və nə deyirəm, inputda Əli yazdım. Bax, bu o deməkdir. Input deyəndə bunu nəzərdə tuturuq. Yəni, istifadəçi ora nəsə yaza bilir, hə? Okey, bu inputdur. Yaxşı, istifadəçi sonda nəticəni görür, hə? Bəli, bu output sayılır artıq, ekranda görürsə. Biz bunu zaten kompüter dərslərindən bilirdik, input-output sözünü orada ilk dəfə görmüşdük. Okey. Daha sonra, uşaqlar, biz burada, sizin də burada tapşırıqda yazdığınız kimi, məsəl üçün, ədədləri toplaya bilirik, bölə bilirik, yaxud ora get, bura get, nə bilim, çörək al, mağazaya get, mağaza tap, nə bilim, odun qır, falan filan. Düzdür? Bunlar Düzbucaqlı şəklində qoyulur da. Aha, bəli, bunlar hamısı qısaca nədir? Bir feildir, hərəkətdir, bir prosesdir. Bu prosesləri biz düzbucaqlı işarəsi ilə bildiririk. Buna da deyirik nə? Yəni, qısa şəkildə proses deyə bilərik. Proses. Yəni, siz burada nəyisə bölə bilərsiniz, vura bilərsiniz, nə bilim, hərəkət eləyəsiniz. Nəsə bir hərəkət varsa, burada bir proses var deməkdir. Okey. Daha sonra biz burada algoritma yazarkən şərt verə bilirik. Məsəl üçün, yazılan simvollar rəqəmdirmi? Müəllim, bax, mən belə bu sualı simvollarla vermək istəyirəm. Necə verə bilərdim? Aha. Bu şəkildə. Bunu, bəli, diamond. Belə verə bilirik. Biz buna deyirik condition və ya ingiliscə condition və ya şərt deyə bilərsiniz Azərbaycan dilində.
condition. Azərbaycan dilində yazaq. Azərbaycan köçürməmişəm, qəşək. Uşaq, kompüter formatı eləmişəm. Şərt operatoru. Operator deməyək, şərt. Condition dedim, okey, condition bəs deyil. Azərbaycan yazsın yazma. Okey. Başqa nə qaldı bizdə? Input, output. Hə, bir də ki, burada bəziləriniz yazmışdınız, ona diqqət eləmişdiniz. Hansı ki, dırnağın içərisində bəzi sözlər yazmışdınız. Məsələn, siz seçkilərdə iştirak edə bilməzsiniz. Mən ekranda yazı yazmaq istəyirəm. Belə epizodda neynəməliyəm? Hansı, belə deyək, fiqurdan istifadə eləməliyəm? Hə, bu zaman bizim işimizə yarayır print. Bax, biz buna deyirik print. Print bilirik də nə deməkdir ingiliscədən? Çap etmək. Bilirik bunu. Print. Mənim burada tam dəqiq görsənmir. Ondan əvvəlkinə nə yazmısınız? Bundan əvvəlkinə hara, bura, condition, şərt. Hə, gördüm. Foundation. Okey, fiqurlarımız aydındır. Bu dəqiqə tam aydın olmaya da bilər. İstəsiz bir dənə tapşırıq yazaq. Biz məsəl üçün ilk əvvəllərdə nə yazmışdıq? Hansı tapşırıqlar yazmışdıq? Bu yox. Çay hazırlamaq üçün xətti alqoritm. Okey. Bax, gəlin bunu çay hazırlamağı şeylə yazaq. Fiqurlarla yazaq. Okey, indi ilk olaraq nə etməliyik? Hansı fiqurdan istifadə Ben birinci etməliyik? oval koyuyorum. Bəli, ovalı. oval qoyuruq. Printin ağarırdı. Mənim oğlan. Hə, baxın uşaqlar, sağ tərəfdə görsənir ki, heç nə yoxdur, amma fiqurumu gətirirəm, bax fikir verdiniz, açıldı. Yəni bura sonsuz bir ekrandır. Yaxşı, nə qədər geçsəz istifadə eləyə bilərsiniz. Burada yazıram ki, məsəl üçün start. Start. Biz burada baxırıq ki, xətti alqoritm yazmalıyıq. Okey. Mənim anda ancaq prosesdən istifadə edəcəyik. Ay, sağ ol. İlham kim idi? İlham sən idin? Hüseyin. Hüseyin. Okey, bəli. Ancaq prosesdən istifadə edəcəyik uşaqlar. Əla. Hüseyin burada nə demək istəyir? Məsəl üçün, siz bu tapşırığı yazmışdınız da. Baxın. Lap Hüseyin, sən orada bura atmışdın tapşırığı. Mən WhatsApp-dan atmışam. WhatsApp-dan atmışdın, hə? Okey, fərqi yoxdur. Bir nəfərin tapşırığına baxaq. Ev işi, məsələn, Uğur yazıb. Mətbəxə daxil oluruq. Çaydanı su ilə doldurub ocağa qoyuruq. Suyun qaynamağını gözləyirik. Və fikir verin uşaqlar. Dəm çaynikini götürüb içərisinə qarut çay əlavə edirik. Onu eləyirik, bunu eləyirik, onu eləyirik, bunu eləyirik. Nəsə eləyir. Deməli, orada bir proses var, bir hərəkat var, bir feil var. Düzdür? Müəllim, belə epizodda nə edəcəm? Orada bir hərəkat varsa nə etməliyəm? Ala, bax, proses. Amma ilk olaraq çaydanı su ilə doldurub ocağa qoyuruq. Amma burada bir dəyişənlik yaratmaq olardı. Tamam, bunu elə yazıb başınızı qarışdırmaq istəmirəm. Okey, baxın, heç nəyə basmıram. Mausu gətirdim üzərinə. Fikir verin, sol, sağ, yuxarı, aşağı ox işarəsi çıxır. Mausu üzərinə gətirəm, yenə ox işarəsi çıxır. Bunlardan birini məsəl istəsəm seçə bilərəm. Yaxud, məsələn, gəl bir dənəsini seçim. Məsələn, bir dənə proses seçdim. Bura nə yazmışıq? Məsəl üçün, mətbəxə daxil oluruq. Arxa fon ağ oldu. Arxa fonu background color. Background color hara verək? Yazının rəngi. Bir də baxım görüm yazının rəngi hardan dəyişə bilirik. Font color. Okey. Hə, error verir. Tamam, bir də yazaq.
Font color dəyişmişəm axı. Hə, все, yazanda elə gör. Mətbəxə daxil. Eşidirik? Mən eşidirsiniz bu arada? Bəli. Var. Bəli. Mətbəxə daxil olun. Yazı biraz niyə belə getdi? Ne qəribədir. Burada əlavə yer yaranıb. Gözü qoy silim, nəsə bəyənmədim bu yazını. Bir də başdan eləyəcəm. Bax, 2 dəfə klik vurdum. Mətbəxə, hə, все. Mətbəxə daxil oluruq. Все. Okeydir indi. Daha sonra çaydanı su ilə doldurub ocağa qoyuruq. Məsəl üçün, buradan gəlib yenə eyni qayda belə də eləyə bilərəm. Yaxud uşaqlar, buradan gəlib bunu seçib, mouse'la üzərinə gəlib, buradan fiquru, məsəl üçün, belə də eləyə bilərəm. Nədir? Çaydanı su ilə doldurub ocağa qoyuruq. Nə bilim, çaydanı su ilə doldurub ocağa qoyuruq. Falan filan. Məsələn, belə gələcəkdə hamısı prosesdir bu arada. Bunların yazılan hər şeyin hamısı prosesdir. İndi çox uzatmaq istəmirəm. Məsələn, burada nəsə oldu, hamısı qutardı. Yaxşı. İndi bu belə qalacaq, yoxsa ən sonda nə qoyuruq? Hansı yenə? Yenə yuxarıdakı yumrudan. Ay, sağ ol. Yenə yuxarıdakı yumru. Baxın. Bunu gəldim, bura birləşdirdim. Все. Algoritmam bitdi. İndi mən bunu tam yazmadım da, indi əlavə vaxt getməsin deyə hamısını göstərmək istəyirəm çünki. Baxın, siz yazdığınız tapşırıqlarda başla və sonu ona görə deyirdim ki, uşaqlar, buna qoyaq. Düzdür, bu psevdokodda konkret bir struktur yoxdur deyə, bu yalançı kod sayılır da əslində. Əsas, məsəl üçün, burada o səhvi eləməməlisiniz. Okey, proses aydındır, nə edirik? İndi danışaq. Elə bir tapşırıq yazaq ki, orada biz input da qoyaq, output da qoyaq, şərt də qoyaq, print də qoyaq, hamısından qoyaq da. Prosta başa düşək ki, başa düşməm. Print nə işə yarayır? Print adından da göründüyü kimi ekrana yazı yazmaq üçündür. Gələcək. Məsəl üçün, 2 dənə ədədi toplayaq. Toplayaq 2 dənə ədədi. Toplayalım. Startdan başladıq. 2 ədədi toplamaq üçün mən nə demişdim? Birinci inputları təyin eləmək lazımdır. Inputun işarəsi nə idi? Trapesiya. Parallelogram. Bəli, bu şeyin adı paralelogramdır. Paralelogramı götürürük. Ən birinci paralelogram. Çünki birinci təyin. Bu arada ox işarəsi bu şəkildə olmalıdır. Yəni mən burada proses fikir verin, addım bir həllə çatmaq istəyirəm. Hansı ki, algoritmanın biz tərifinə də demişdik, addım. Okey, gəldik, işarəmizi qoyduq. Hansı ki, bayaqları bir nəfər bir dənə səhv eləmişdi. Biz o haqda danışmışdıq. Hə, Əli. Boşluq. O heç boşluq, sən o heç Tamam. məsələ. Bax. Gəl yazaq, eyni səhvi biz də eləyək. Birincisi, burada dəyişən yoxdur. Gəl, amma biz nə dedik? Dəyişən yaratmalıyıq. Belə başa düş də. Məsəl üçün, birinci snake case istifadə edək, ədəd. Bax, birinci ədəd bərabərdir, 8-dir demirəm, ha. Birinci ədəd, bitdi. Bu bitdi. Amma bizdə epizod ola bilər ki, indi ora da gələcəm. Birinci ədəd bərabərdir, nəsə 8 yaza bilək. Məsələn, nəsə bir vahid, əvvəlcədən bizim təyin edədiyimiz bir nəsə qiymət ola bilər. Belə bir epizod ola bilər. Onu isə inputda yazmayacaq, onu prosesdə yazacaq. Bax, bu düz bucaqlı işarədir. Yaxşı? Yaxşı? Yine birinci ədəd yazdıq. İkinci, məndə problem odur ki, 2 ədəd toplayacağım. İkinci ədədi də təyin edirəm.
Okey. Burada bir dənə şey qəsdən yazmadım. İndi onu ora gələcəm, birbaşa yazmaq istəmirəm. Inputumda biraz yaxınlaşdırım. 2 dənə dəyişən yaratdım. Çünki istifadəçi ora rəqəm verəcək, bu ədədlər orada saxlanılmalıdır. Daha sonra biz bu ədədləri hardan bilirik ki, bizə gələn ədəd məsələn həqiqətən doğrudur. Yaxşı, ora yox. Gəlin birbaşa səhv yazaq, sonra düzəldək. Elə daha maraqlı olur. Daha sonra indi mən bu iki ədədi toplamaq istəyirəm. Toplama deyəndə hansı fiqurdan istifadə etməliyəm? Prosesi götürürəm, bəli. Hələ tam düzgün variantını yazmırıq. Neynəməliyəm? Elə bil ki, 2 ədədi toplayacaq. 2 ədədimizin birincisi birinci ədəd dəyişənindədir. Bax, belə yazıram. Müəllim, belə yazsam səhvdir. Mən böyle hərflə yazsaq səhvdir bəli. Bu səhvdir. Kiçik hərflə yazmalıyıq. Çünki qardaş, Lan birincidə necə yazmışıq, öyle yazmalıyıq. Bəli. Yəni olmayan bir şeyə müraciət edirsiniz, elə deməklə. Birinci ədəd üzərinə gəlsin, ikinci ədəd. Düzdür? İçinə düz yazdıq. Hə. Müəllim, biz bunu topladıq. Əcəb elədik. 2 dənə ədəd, məsələn, 5-in üzərinə 6 gəldik, elədik 11. Bu 11 ədədi bu dəqiqə hardadır? Havadadır. Bax, bu dəqiqə havadadır. Çünki siz sadəcə və sadəcə 2 dənə qutu yaratmışdınız. Birinci ədəd, ikinci ədəd. 5 və 6. Biz bunu topladıq. Bu iki qutuda bir dənə cəm yarandı. Bu cəmidə bir dənə yaxşı orada bir dəyişən yaradaq, buna mənimsədək. Bunun toplanması olan 5 dənəsin 11 bu qutunun içində durardı. Deməli, mənə bir dənə də nə lazımdır? Output. Bir dənə də yaxşı olardı dəyişən olsun da. Yəni, mən buraya yazsaydım ki, cəm bərabərdir. Bu nə deməkdir? Başa düşdüm. Nəticə. Hə. Ya, istən nəticə eləyək. Fərqi nədir ki? İstən Əbdülrəhman eləyək. Heç bir fərqi yoxdur. Nəticə bərabərdir. Ən sonda da nəticəni ekranda göstərmək istəyirəm. Output işarəsindən istifadə edirəm. Nəticəni ekranda göstərirəm və algoritmanı bitirirəm. İlk başda çoxlu səhvlər eləyəcəyik, narahat olmayın. Səhv eləyə öyrənəcəyik. Burada da bir dənə səhvim var mənim. Kim deyər? Ben birinci yeri nəticə yazmadınız, ikinci yeri nəticə yazdınız. Birinci dərkən, ikinci dərkən. Bilmədim. Birinci ədəd, ikinci ədəd yazdığınız yerə bir dənə nəticə yazmalısınız. Ay, sağ ol. Yaratmadığım bir dəyişənə nəsə mənimsətmək istəyirəm. Amma fakt əvvəldə bunu da yaratmalıydım. Nəticə deyə bir dəyişən yaratmalıydım. Bəli. Deməli, gəlin proqramı yoxlayaq. Birinci ədəd var, ikinci ədəd var. Tunar. Birinci ədədə bir dənə ədəd denən. Tunar Yani yoxdur. Turan yoxsa Tunar? Tunar. Dəqiqə. Tunar burada yoxdur. Mənlə siz müəllim. Hə. Birinci ədəd 14 olsun. 14. İkinci ədəd kim desin? Uğur desin, Uğur. Mənim 6 olsun ikinci. Okey, 6. Birinci ədədimiz 14-dür. Bunu istifadəçi yazdı, bax. Mən yazmadım. Proqram təyin eləmədi bunu. İstifadəçi yazdı. Birinci ədəd 14, ikinci ədəd 6. Okey. Bu hissəmiz hazır. Keçdi proqram bu hissəyə, proses hissəsinə. Burada nəticə deyə bir şey yazmışıq. Yəni 14 üzərinə gəlsin 6. Bunun cavabı neçə eləyir? 20. 20. Okey. Bu birinci ədəddir. Bu ikinci ədəddir. Bu nədir bəs?
Nəticə. Nəticə. Nəticəni biz yazmışıq bura. Oy da. Mənim nəticəni qabaqda yazmışdım. Bəli. Yazmışdıq. 20 ədədimiz getdi bura, düzdürmü? Mən bura nəticə yazmaqla ekranda deməli hansı ədəd görsənəcək? 20. 20. Hal-hazırda 20 görsənəcək. Amma belə ümumi cavab vermək istəsəz, nəticə nədirsə o görsənəcək. Bizim qarşımıza burada mən sizə 2 dənə söz demək istəyərdim. Var statik sözü. Statik. Var dinamik. Statik nədir? Sabit və ya dəyişməz. Statikdir də bu. Dinamik nədir? Mən dinamik dilində yazmaq bombaza düşdü. Xeyr. O dinamikdir balam. Dinamik dəyişkən, daha doğrusu. Dəyişkən, hər dəfə dəyişən deməkdir. Dinamik budur. Biz hal-hazırda bunun bu arada biraz gelişdirəcəyik. Bu tam versiya deyil bu arada. İçərilərin toplanması versiyası deyil. İndi bayaqları mən 2 nəfərdən ərəd deməyini istədim. Deməli, birinci ədədimiz 14 oldu, ikinci ədədimiz 6 oldu. Yaxşı. Proqram başqa milyonlarca istifadə edə bilər də. Orada məsəl üçün biri yazacaq ki 14 birinci ədədin yerinə, ikinci ədədin yerinə bunu yazacaq. Bu iki ədədi toplaya bilirik. Bu ümumiyyətlə ədəddir. Bax, bu ədəddir. Birinci ədəddir, bəli, amma bu yox. Biz deməli toplaya bilmirik. Deməli, bir proqramist kimi biz bunun qarşısını almamışıqsa, biz burada yanlışlıq eləyirik. Deməli, proqramımız səhvdir. Bu proqramımız hal-hazırki vəziyyətdə səhvdir. Çünki biz proqramı yazarkən hər bir variantı fikirləşməliydik. Fikirləşməmişiksə, orada bir yanlışlıq var. Onu düzəltməliyik. Yanlışlığımız nədir? Yaxşı olardı ki, biz istifadəçidən nəsə alırıqsa, onu 50 dəfə yoxlayaq. Yəni, söz gəlişi 50 dəfə deyirəm də. Hansı ki, siz burada, məsələn, yoxlamışdınızsa, əgər ikisi də ərəddirsə, indi bu fərqli bir yanaşmadır. Belə yox. Yaxşı olar ki, məsələn, birinci ədəd ədəddirmi? Məsələn, aysa, birinci ədəd rəqəmdirmi? Məsəl üçün, ondan bu trudursa, ikinci ədəd rəqəmdirmi? Məsələn, belə yoxlama eləsəydik, hə, bu daha yaxşı olardı. Gəlin eləyək, eynisini yazaq. Bax, bura lazım deyil. Bax, buranı qoyuram qırağa. Bundan qabaq eləməliyəm də yoxlamamı. Düzdür, bundan qabaq eləyim. Hər şey okeydirsə, sonra hesablasın. Düzdür? Gəlib şərt operatorumuzu qoyuruq. İndi necə sual verək? Birinci ədəd rəqəmdir. Birinci ədəd dediyimiz burada dəyişənin adını yazıram. Yaxşı? Birinci ədəd rəqəmdir. Hələ ki cümlə ilə yazırıq. Hələ ki cümlə ilə. Biz də demişdik ki, adı nədir? Bu şərt operatoruna, şərtdən bizdə 2 dənə cavab çıxır. True və false. Всё. Buradan deməli 2 dənə ox çıxacaq. Bu oxlardan biri true'dur və false'dur. Oxları necə çəkdim, onu da göstərim. Sadəcə mouse'u gətirirəm bura. Ox işarəsi var, düzdür. Klikləyirəm, sürüşdürürəm bu tərəfə. Bura yazı yaza bilirik. Məsəl üçün true yazacağam bura. Sadəcə kliklədim, yazdım. Baxın. Eyni qayda burada edeyim. Bax, ox buradadır. 2 dəfə klikləyirəm, text yaza bilirəm bura. False. Yaxşı. Tamam. Deməli, true-dursa ikinci ədədi yoxlayırıq. Deməli, birinci ədəd rəqəmdirmi? Bu true qolunda nə etməliyəm? İkinci ədəd yoxlamalıyam. Rəqəmdirsə ikinci ədədi yaz. Bəlkə ikinci ədəd rəqəm deyil. Öz səsimi eşitdim. Okey, bəli. Deməli, ikinci bir yoxlama. Müəllim, mən burada istədiyim qədər yoxlama yaza bilirəm. Əlbəttə yaza bilirsiniz. O baxır algoritma. Amma belə şey cəhətdən
kimi. Sintaks cəhətdən heç bir yanlışlıq yoxdur. İkinci ədəd, bax yanlışdır. Ədəd rəqəm deyir. Buradan da yenə 2 dənə qol çıxır. True false. True false. Mən burada sağda yazdım deyə true həmişə sağda olası deyil. Bunun fərqi yoxdur yəni, yaxşı. False. Okay. True qolunda nə edəcəyik? İkinci ədəd rəqəmdirsə, nə edəcəyik? Mənim orada 2 ədədi toplayaq. Aysa. Artıq toplayaq. Yəni bu oxuyacaq. Bitdi. Müəllim, bəs bu false qolları boş qaldı axı. Bu düzgündür. Təbii ki, xeyr, düzgün deyil. Bu belə qala bilməməlidir. Qalmamalıdır da doğrusu. Burada nə edəcəyik? Burada iki cür cavabım var. Söhbət budaqlama alqoritmindən gedir, yoxsa dövrə alqoritmindən? Biz budaqlarından danışırıq hal-hazırda. Budaqlarından danışırıqsa, istifadəçiyə harada yanlışlıq elədiyini deyib proqramı bitirməliyik. Baxın, false qoluna zəhmət olması yalnız rəqəm yazın. Birinci ədədə zəhmət olması yalnız rəqəm yazın. Dırnağın içərisində yazmışıq, İlham, qəşəng. Deməli, mən istifadəçiyə bir dənə mesaj verəcəm. Ekranda nəsə yazacam. Mən bunu printlə eləsəm okeydir, bəli. Eləyə bilərsiniz. Gəlin bir dənə print istifadə eləyək. Deməli, zəhmət olmasa yalnız rəqəm yazın. Bundan birini də kopyalayaq. Ya da kopyalamayaq. Zaten eyni cavab deyil. Bundan da bura gəlsin. Fərqi var, yəni burada birini də yazdım. Şahsızsa siz birini də kopyalaya bilərəm. Bax, belə eləyə bilərsiniz. Başa düşdünüz də, yəni, amma eyni şeydirsə bunu burada tullayaq, eyni şeydir, yəni. İndi bu belə qalacaq, yoxsa nə etməliyəm? Burada elə bil nəsə yaddan çıxdı. Mənim yaddan çıxdı. Ay yaşa. Bu, nə olsun ki bu mesajı verdik? Bu mesajı verib sona getməlidir də. Ay sağ ol. Всё. Baxın, bunu belə düzəltdim, bitdi. Gəlin bir də başdan yoxlayaq. Yenə istifadəçidən bir ədəd istəmişik. İstifadəçi yazıb ki, birinci ədəd 14-dür, ikinci ədəd asıdısıdır. Bax, bu epizodu yoxlayırıq. Yaxşı. Gəl, hətta qarşısından yazım. Yaxşı, yazmam. Birinci ədəd 14-dür. Birinci ədəd rəqəmdir. 14 rəqəmdir. Bəli. Məmnun. Turudur. Turudursa artıq bura baxmırıq. Bax, buradan gedir. Buran gəldi, bura. İkinci ədəd rəqəmdir. İkinci ədədimizdə asıdır, sıfırlısı. Mən false idi. False düşdü. Deməli, bura gəlməyəcək. Bura düşdü. Getdi, bu ekranda bu mesajı göstərdi və proqramımız bitdi. Əla. Bax, bu əla. Yaxşı. İstifadəçi 2 dənə rəqəm yazsa nə olacaq? Məsələn, 14, 8-də atıram. 2 dənə rəqəm yazsa, promote türü ilə gedəcək. Nəticəyə gedəcək oradan da. Yaxşı, istifadəçi birinciyə bunu tərsinə yazsaydı, birinci asıdısı yazsaydı, ikinciyə rəqəm yazsaydı nə olacaqdı? Mənim birinci türü ilə false-la gedəcək. Birincidən gedəcəkdik olsa. Aysa, birincidən false-a düşəcəkdik, sonra birbaşa proqram bitəcəkdi. Heç ikinci yoxlamaya gelib çıxa bilmirik. Всё. Başa düşdük? Bəli. Budur. Bəli. Okey. Mən sizə buna uyğun bir dənə tapşırıq verəcəm, amma şeydir, fasiləyə çıxaq gələk, biraz yorğunluğumuz getsin. Suyumuzu, çayımızı təzələyək. Okey. Daha sonra mən sizə tapşırıq verim, oradan davam edək. Özünüz yazın bir dənə belə bu strukturda.
Görək indi orada nədir problem. Orada problemlərə baxıb onun üzərindən davam edək. Ben indi yazaq. Mən biz onu harda yazacağıq? Müəllim sorma Mən bilər. harda yazdım? Hal-hazırda. Müəllim bir dənə sorma bilər. Mənim onu telefondan yazmaq olur proqrama. Telefonla olacaq ona bıraxacaq. Mən girim mən. Mənim kompüterim yanında deyil onu. Müəllim bir dənə sorma bilər. Dedi. Müəllim biz şey deyərkən orada işi gördükdən sonra nəsə göndərəcəyik şey ha. Hə. Adını disk. Ay sağ ol, onu da göstərim. Deməli, tapşırığı necə göndərəcəyim? Burada sol yuxarıda fayl var. Fayl var, burada var nə var? Save as var. Save as eləyəcəyik. Buna diqqət. Burada adlandırmadır. Adını nə istəyirsiniz qoyun. Əsas buradır. Type olaraq XML yox. Burada SVG-ni seçirik. Yaxşı. SVG-ni seçdik. Deyək ki, hara köçürüm? Yaxşı, köçürəcəm. Hara köçürüm? Google Drive-ı demirik. Dovland papkasına düşsün deyirik. OK deyirəm. Düşdü. Aydındır? Çox sağ olun. Dəymir. Ben bu arada bir tane sormadım. Ben de burada Rus dilinde anlatır İngilizceyi severim Google'da. Google yoxsa kompüter rus dilindədir? Kompüter yok Google müəllim. Ya Google'da girmişəm bu dəqiqə sayta. Her şey Rus dilində yazılıb. Deməli kompüterin rus dilindədir də. Yok ben kompüter Rus dilində değil. Yuxarıdan çevirmək olur da. Settinglərdən dəyişə bilirsən yəqin ki. Amma məndə normalda kompüter ingiliscə işlədirəm də, bu da ingiliscə avtomatik. O denə Mənim sola. sağ yuxarıdan Dəmə dəyişmək olur İngilizcə, orada. Google Translate var, oradan olur dəyişmək. Düzelttim müəllim düzelttim. Buradan dəyişə bilirsən. Okay. Çok sağ olun. Xoşdur. Okay. Müəllim, biz də 2 ədədin toplaması eləyək. Yox, başqa bir dənə tapşırıq verə bilərəm, onu yaza bilərsiniz. Lap yaxşı bir şey eləyik də. Biz bir dənə tapşırıq vermişdik. Adı nə idi? Mən fasilədə eləyək, yoxsa fasilədən gələndə eləyək? Fasilədən gələndən sonra. Bax, bunu həminçə yazaq. Figurlarla. Müəllim burada şey ne? Burada Səs kimdənsə yankı verir uşaqlar. Ben kim nasıl? Hə, denə. Burada save ne deyirdi yoksa opsiyle bendim. Burada tam olarak gözlenmiyor. Save as. Ha, onunla ne diyor? Onu soruşurum. Çok sağ ol. Burada save elədim, eləmir niye? Ekran açaq. Ben de telefondan koşulmuşam. Bakın burada belədir müəllim. Save veriləm olmur. Okay, bir dənə gözlə. Orada hara sualına var, veya var aşağıda. Ha, Orada veyanı seç. pardon. Orada Dovlans var, Dovlans. Ver. Okay elə. Bir də formatı dəyişdin orada. SVG seçdin. Bir daha bilmiyorum, bir dakika bakalım. Çıxma, elə yox. Cancel elə. Bir də save elə. Orada bax formatı dəyiş. XML yox, SVG 3-cü. 3. Üçüncü. Hə. İndi elə. Başla. Okay. Çok sağ olun. İndi gir Dovlans papkasına. Dovlans papkasına da bu nə idi? Bir dəqiqə gözlə. Nəysə kilitlədik biz. Dovlans papkasına girməsi üçün istənilən bir papkaya girib Dovlansı buradan Bilmem. Okay. Yazmışıq tapşırığı. Yoxsa indi başlayırıq. Xeyr müəllim. İndi başlayırıq. Tamam, pause edeyim.